Bakın izleyiciler, değerli izleyicilerimiz, değerli izleyicilerim, yeni günler izleyeceğim. Allah gününüzde bulsun. Kanalıma buradan hoş gelmişsiniz. Allah'ın adına güzel olsun. Gününüzde mübarek olsun inşallah. İlahım amin. Hamısı ya Salih soruşun sevgi Salih. Ağırlaşmamıştan 5-6 saat kabak çalışan bir videonu. Allah'ımıza razı olsun. Barakalısınız. Teşekkür ederim size. Çok sağ olun. Var olun. İnşallah ki her şey yaxşı olar. Kanalımız daha da ileri gider. Çünkü bizim kanalımız ədəbli kanaldır. Sizin kimi ədəbli insanların sayesinde kanalımız ileri gider. Çok sağ olun. Var olun. Allah'a da her zaman da emanet olun. İnşallah. İlahi amin. Şimdi burada Salih için çekiyorum. Salih'e katlet hazırlayacağım ve dolma. İnşallah Allah'ın izniyle. İzlemeye devam edin. Allah'ımıza razı olsun. Çok sağ olun, var olun. Aha. Salih de burada. Üzləsən ağzından su gəldiyin tez-tez qurulayıram aldı. Çünki hal özündə yoxdur Salih. Belə moment olanda nə eşitmir, nə görmür. Çünki sudurqa içəridə durur. Sessiz burada damlamıştı. Maşın sesine göre bağlamıştım ki çeken maşın sesi çok gürültülü gəlirdi, ona göre bağlamışım. İnşallah ki axıra qədər izləyirsiniz kanalı, videonu. Çoxdan da belə uzun videolar çəkmirəm. Belə qısa video çəkirəm, short videoları. Amma ki canlı da aça bilmirəm. Elə baxılır ki Salihə görə. Bu videonu çəkmişəm 2-3 gün öncə. Qısa birləşdirmişəm hamısı. Ətin hamısını soğan qatmadım. Çünki əti soğanı qatıb dondurmaya qoyanda ət qaralır. Əvvəlcədən də biraz ətim var idi. İkisini birlikdə qarışdırdım. Qalan əti də yerləşdirdim buzluğa. Buna soğan qatmamışam. Soğan qatsam ət qaralır sonra. Salihə burada katlet edirəm. 5-6 dənə. Demək olar ki, bu yarpağı da açdım. Yarpaq çox narahat çıxdı, yumuşaq. Biraz üstünə isti su əlavə elədim, yusun, dərmanı yusun, daha da
yumuşaq oldu. Bir daha buradan demək istəyirəm ki, yəqin yeni gələn izləyicilər var. Bizim kanal yardım kanalı deyil. Hansı bacı tanıdığımız insan nəsə müraciət eləyəndə, imkansız olanda paylaşıram mən. Qısa şortlarda da paylaşmışam ki, biz 2 nəfərə yardım elədik. Bir xəstə uşaq Amilə Allah şifasını versin. Fidan xanımın yoldaşına da Allah şifa mərhəmət eləsin, hər ikisinə. Onun üçün kart paylaşdı. Tural bəy yardım elədi.